Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, dünənləri Zelenski ilə Amerika prezidenti Trump'ın görüşü keçirilirdi. Və hər kəs demək olar ki, bu görüşü düzdür. Bu görüşlərin artıq müəyyən mənasında bir əhmiyyəti qalmıyor və hər şey bəllidir, ortadadır. Və sülhün və yaxud da atəşkəsin hansı şərtlərlə olacağı da əslində yuxarı aşağı bəllidir. Bilirsiniz ki, bundan əvvəl Zelenski də 20 maddədən, 20 bənddən ibarət bir sülh sazişi təklif etmişdi. Deməli, Zelenskinin Amerika səfərində elə o saatda Rusiyanın 500-dən çox dronu Kiyevə zərbə endirdi. Aydın məsələdir ki, bunlar müəyyən mənada Zelenskiyə təzyiq vasitəsidir. Trumpla da müəyyən mənada bu barədə danışılır, razılaşdırılır. Nəhayət, uzun sözün qısası, nəticə belədir ki, 95% razılığa gəliblər. Baxın dostlar, nəinki 95, 99,9% belə razılığa gəlsələr, orada bir punkt əsas vacib məsələdir. Ona görə bu məsələ heç kəsə aldatmasın. 95% razılığa gəlir. Nədən razılığa gəlirsə? Ən vacib olan məsələ orada torpaq məsələsidir. Sən torpağı verəcəksən, yoxsa torpaq verilməyəcək. Zelenski bunu da verə bilməz, mümkün deyil. Bununla da Rusiya razılaşmayacaq. Artıq bitdi də məsələ. İstəyirsən 99% bəndən də razılaşmayacaq. Vacib olan zaten orada 1%lik o hadisədir, o bənddir. Onunla da kimsə razılaşan deyil. Ona görə bu situasiya hələ davam edəcək, hələ uzanır. Və Trumpla Putinin tandemi müəyyən mənada yenə də Zelenskiyə təzyiq görmək üzərində qurulub. Amma uzun sözün qısası bəlli olur ki, bu sülh sazişi də mənasızdır. Hələ müharibə davam edəcək. Çünki müharibənin sülhə və yaxud da atəşkəsə gəlməyin hələ ki ortada bir şərtləri yoxdur. İkinci mənada mən bu barədə demişdim ki, Trump'ın hakimiyyətə gəlişi o mənada sevindirici və o mənada əhəmiyyətlidir ki, Avropanı gücləndirəcək və Avropa ordusunun yaranmasına səbəb olacaq. Və doğrudan da elə də oldu. Artıq Avropa kifayət qədər gücləndi və ümumdaxili məhsulun payını artırdı, 5%-ə çatdırdı. Və bu günlərdə bunu həm Macron demişdi, Friedrich Merz demişdi və bu günlərdə İtaliyanın baş naziri Giorgia Meloni də bildirdi ki, bizim azadlığımız hər şeydən üstündür. Biz öz azadlığımızı Amerikaya satan deyilik. Avropa özü bir gücə çevrilməlidir. Avropa lazım gəldi, özü güclü bir ordu və güclü bir silahlı qüvvələr yaratmalıdır. Artıq bəlli olur ki, bu tendensiya Avropada artır. Avropa öz təhlükəsizliyini və öz ordusunu da yaratmağa demək olar ki, hazırlaşır. İkinci mənada sual verirlər ki, NATO dağılıb. Zaten NATO'nun iki qıraq ölkəsi var. Biri Amerikadır, biri də Türkiyədir. Bunlar da ikisi də bu məsələdə iştirak etmir. Uzaqdan silahlarını satırlar. NATO əslində Avropanın tutumunu da bu heç vaxt dəyişməyəcək. NATO dağılsa da dəyişməyəcək. Zaten Avropa ölkələri bu günləri Ukraynanın öz təhlükəsizliyi hesab edir. Yəni bu mənada artıq bu məsələ Ukrayna müharibəsindən çıxıb Avropanın təhlükəsizliyi məsələsidir. Avropada öz təhlükəsizliyini boş yerə kiməsə ya Putinin ya da ki Trump'ın maraqlarına qurban verməyəcək. Təşəkkür edirəm diqqətinizə görə.